Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 18 mart 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm Yaman Təhməz. Qəzetimizin bugün olan buraxılışı 16 səhifədən ibarətdir. İlk səhifədə qalib ölkə, müstəqil siyasət, firavan həyat başlığı ilə yazımız dərc edilib. Prezident İlham Əliyevin ötən il Xankəndi şəhərində alovlandırdığı Novruz tonqalı bir daha bütün dünyaya bəyan etdi ki, Qarabağ Azərbaycandır. 30 ildən sonra Xankəndidə alovlanan bu tonqal dünya Azərbaycanlılarının qəlbini sindirdi. Hər birimiz bu xoş mənzərəni artıq 4-cü dəfədir ki, qürurla, fəxrlə qalib ölkənin vətəndaşı olaraq seyr etdik. Vətən müharibəsindən sonra bütün bayramları qürur və fəxarət hissi ilə keçiririk. Həmçinin ilk səhifəmizdə digər səhifələrdə yer alan yazılarında başlıqları verilib. Prezident İlham Əliyev Bosniya və Hersegovinanın Nazirlər Şurasının sədrinin müavinini qəbul edib. Bu yazı isə ikinci səhifəmizdə yer alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-sində Bosniya və Hersegovinanın Nazirlər Şurasının sədrinin müavini və müdafiə naziri Zukan Helezi qəbul edib. Söhbət zamanı Azərbaycanla Bosniya və Hersegovina arasında müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Ölkələrimizin müdafiə nazirliklərinin və müdafiə sənayesi qurumlarının əməkdaşlığının genişləndirilməsinin önəmi vurğulanıb. Üçüncü səhifədə isə Qərbi Azərbaycan mövzusu 100 ildə adlı dəyirmi masa başlığı ilə yazı yerləşdirilib. Martın 17-sində Adam Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan mövzusu 100 ildə adlı dəyirmi masa keçirilib. Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycanlıların son bir neçə əsr ərzində ata-baba yurtlarında üzləşdikləri deportasiyalar barədə məlumat verib. Soydaşlarımızın geri qayıdışı prosesində gənclərin rolunun önəmindən danışıb. Rusiya Federal Məclisi Federasiyası Şurasının sədri Ulu Öndərin məzarını ziyarət edib. Bu yazıda 4-cü səhifəmizdə yer alıb. Ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılığı etdiyi nümayəndə heyəti martın 17-sində Fəxri Xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümumilli lideri Heydər Əliyevin xatirəsini yad edib məzarı önünə əklil qoyub. Həmçinin bu səhifəmizdə Milli Məclisin sədri Sahibə Qafarovaya Rusiyanın dostluq ordeni təqdim edilib, başlıqlı yazıda dərc edilib. Qəzetimizin 5-ci səhifəsində isə Xarici İşlər Nazirliyi Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri üçün iftar tədbiri təşkil edib, başlığı ilə yazı dərc olunub. Martın 17-sində Xarici İşlər Naziri Ceyhun Bayramov Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri üçün Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş iftar tədbirində çıxış edib. Çıxışında nazir Ceyhun Bayramov müqəddəs Ramazan ayı, habelə qarşıdan gələn bayram münasibəti ilə təbriklərini çatdırıb, dünyamıza sülh, əmin-amanlıq arzulayıb. Qəzetimizin 6-cı səhifəsində isə əhatəli bir yazı dərc olunub ki, Qərbi Azərbaycan reallıqları, dünənimiz, bugünümüz və işıqlı sabahımız başlıqlı bu yazıda qeyd olunur. Uzun illərdir ki, ermənilər ərazilərimizi mənimsəyib, mədəni irsimizə ciddi ziyan vurub, yüzlərlə tarixi mədəni abidəmizi məhv ediblər. Bu proseslərin fonunda Qərbi Azərbaycana qayıdış məsələsi dövlətimizin prioritetlərindəndir. Qərbi Azərbaycanlıların tarixi torpaqlarına qayıdışı istiqamətində müxtəlif layihələr və tədbirlər həyata keçirilir. Bu mövzu ilə bağlı Filologiya Elmləri doktoru, professor, prezident təqaüdçüsü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, tanınmış şairə Mahirə Hüseynova ilə həmsöhbət olmuşuq. Ətraflı tanış olmaq üçün 6-cı səhifəmizə baxa bilərsiniz. 7-ci səhifəmiz isə 12-ci Bakı Qlobal Forumuna həsr olunub ki, burada qlobal dialoqa və əməkdaşlığa töhfə verən mötəbər tədbir başlıqlı yazı yer alıb. Qlobal miqyaslı tədbirləri yüksək səviyyədə təşkil edən rəsmi Bakı martın 13-də, 15-də növbəti beynəlxalq səviyyəli tədbiri 12-ci Qlobal Bakı Forumuna ev sahibliyi etdi. Azərbaycan özünü bir daha qlobal miqyasda etibarlı tərəfdaş, sülh və sabitlik naminə təşəbbüslərə ev sahibliyi edən dövlət kimi təqdim etdi. Prezident İlham Əliyev forumda çıxışında qlobal çağırışların necə fürsətə çevriləcəyindən, pandemiyadan, iqtisadi böhranların yaratdığı sosial və siyasi gərginliklərdən, dünya miqyasında təhlükəsizlik məsələlərindən bəhs etdi. Qəzetimizin 8-ci səhifəsi Türk tarixinin unudulmaz dastanı Çanaqqala zəfərinə həsr olunub. Bu səhifədə Çanaqqala zəfəri başlığı ilə yazımız dərc edilib. Qeyd olunur ki, bugün Türk millətinin varlıq savaşı verdiyi, canı bahasına da olsa torpaqlarını müdafiə etdiyi,
Dünyaya Türkün birliyinin və məğlub edilməzliyinin simvolu olan Çanaqqala zəfərinin 110-cu il dönümüdür. Çanaqqala savaşı Türk xalqının qələbə, hünər və rəşadətlər tarixinin ən parlaq səhifəsidir. Bu zəfər Türk şəhidlərinin və qazilərinin dünya tarixinə qanları ilə yazdıqları qəhrəmanlıq salnaməsidir. Çanaqqala tarixinə xarını dəyişən, Türk millətini birləşdirən, onları qəhrəman edən, yaddaşlara əbədi həkk olan bir dastandır. Qəzetimizin 9-cu səhifəsində də Çanaqqala zəfəri ilə bağlı yazılar dərc olunub. Çanaqqala döyüşü Türkün zəfər rəmzi. Çanaqqala savaşının kökündə vətən sevdası dayanırdı. Son olaraqsa sarsılmaz iradənin parlaq qələbəsi. Sözgedən son yazıda qeyd edilir ki, tarixin səhifələrinə həkk olunmuş Çanaqqala döyüşü bir millətin ölüm-qalım mübarizəsi idi. 1915-1916-cı illərdə Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş vermiş döyüş Osmanlının tənəzzül dövrünün ən kəskin məqamı və Türk xalqının öz tarixi torpaqlarına sahib çıxmaq uğrunda göstərdiyi fədakarlığın ən parlaq nümunəsi idi. İngiltərə və Fransa 1-ci Dünya müharibəsində Osmanlını zəiflədərək boğazları ələ keçirmək, ordusunu təcrid etmək, Rusiyaya etibarlı ticarət yolu açmaq istəyirdi. 1915-ci il martın 18-də İngilis və Fransız donanmalarının amansız hücumu başlandı. 10-cu səhifəmizdə Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr olunmuş məqalə yer alıb. Azərbaycan mətbuatı 150 il, sözün zəfər və məşəqqət yolu. Qeyd olunan bu yazımızda deyilir ki, milli mətbuatımız bu illərdə dövrün mütərəqqi fikirlərini əks etdirib, cəmiyyəti düşündürən məsələləri ictimai müzakirəyə çıxarıb, milli mənəvi dəyərlərin təbliğində, insanların maariflənməsi və milli şuurun formalaşmasında, xalqımızın müstəqillik arzularının gerçəkləşməsində mühüm rol oynayıb. Hazırda milli jurnalistika yeni inkişaf mərhələsinə qədəm qoyub. Əməkdaşlarımızın qələmə aldığı Respublikamızın tanınmış pedaqoq jurnalistlərindən Cahangir Məmmədli, Qulu Məmmədli və Vüqar Sifəroğlunun Əkinçi ilə doğan günəşin milli mətbuatımıza daim isitməsi, Həsən bəy Zərdabi və Bakinski Listok qəzeti və beynəlxalq jurnalistikada süni intellektin rolu haqqında fikirlərini oxuculara təqdim etmişik. 11-ci səhifəmiz hadisələr kontekstində rubrikasına həsr olunub. Bu rubrikada İrəvan nəhayət reallıqlarla razılaşmağa məcburdur başlıqlı yazı dərc edilib. Ermənistan Xarici İşlər Nazirliyi də Bakının sülh sazişi mətninin son 2 bəndinin razılaşdırılması ilə bağlı bəyanatlarını təsdiqləyib. Baş nazir Nikol Paşinyan jurnalistlərə deyib ki, Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşması mühüm hadisədir. Onun sözlərinə görə sənəd kompromislidir. Qərbin demokratiya fabriklərinə kilid vurulur. Bu yazıda 12-ci səhifəmizdə yer alıb. Hər zaman obyektivlik iddiası ilə çıxış edən Amerikanın səsi və Azadlıq radiosu əslində bəzi dairələrin maraqlarına xidmət edirdi. Bu qurumlar başqa ölkələrin daxili işlərinə müdaxilə edən, öz siyasi gündəmini diktə etməyə çalışan və seçilmiş hökumətləri gözdən salmağa yönəlmiş materiallar yayımlayırdı. Bu media subyektləri özlərini demokratik dəyərlərin daşıyıcısı kimi təqdim edirdilər. Rusiya, Çin, İran, Azərbaycan, Türkiyə kimi ölkələr daim onların araşdırmalarının hədəfində olurdu. 13-cü səhifədə günün siyasi nəbzi tutulub. Bu səhifədə Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ, Türkiyədən Paşinyanın soyqırımı açıqlamalar başlıqlı yazı, soydaşımız Avropa Parlamentinin sədrinə məktub ünvanlayıb, son olaraqsa siyasi gərginlikdən diplomatik sülhə, Rusiya və Qərb arasında normallaşma dövrü başlayır başlıqlı yazılar dərc olunub. Qeyd olunan son yazımızda deyilir ki, martın 12-13-də Kanadanın Quebec əyalətində keçirilən 7-lik qrupu Xarici İşlər Nazirlərinin görüşündə yeni bəyanat imzalayıb. Sənəddə Avropanın təhlükəsizliyi, Rusiya-Ukrayna müharibəsinin gedişatı, Yaxın Şərq, Asiya Sakit Okean regionu və Afrika qitəsindəki geosiyasi vəziyyət də daxil olmaqla geniş miqyaslı beynəlxalq məsələlərə dair müxtəlif çağırışlar öz əksini tapıb. 14-cü səhifəmizdə isə torpaq çərşənbəsi ilə bağlı yazı yer alıb. Deyirlər ki, insanın əvvəli də, axırı da torpaqdır. Alimlər torpağın tərkibi ilə insan orqanizmini müqayisə edərək müəyyənləşdirmişdilər ki, onlarda eyni maddələr, kimyəvi elementlər mövcuddur. Əsrlər boyu sınanaraq hökmləşmiş atalar sözlərimiz əcdadlarımızın torpağa münasibətini özündə əks etdirmişdir. Torpaqdan pay olmaz. Torpağa əyilən namərdə əyilməz. Torpaq deyər, öldür məni, dirildim səni. Torpaq deyər, sən mənə tər ver, mən sənə zər verim. Torpağın qarası üzə ağardar. 15-ci səhifəmizdəki Dünya Bugün xəbərlər rubrikasında Viktor Orban Avropa İttifaqının kölgə ordusunun olduğunu iddia edib. Livan prezidenti orduya atəş açmaq əmri verib. Yəmənə avia zərbələr nəticəsində 50-dən çox insan həlak olub. BMT Qəzza zolağında ərzaq təminatı ilə bağlı kritik vəziyyət yaranıb. Ukraynaya sülh məramlı göndərmək istəyən ölkələrin sayı açıqlanıb.
Bu başlıqlarla məlumatlar verilib ki, ətraflı tanış olmaq üçün söz gedən səhifəmizə baxa bilərsiniz. Son səhifəmizdə isə elmi-texniki yeniliklər rubrikasında elektrikli dəniz təyyarəsi sınaqdan keçirilib. Telefonumuzun bizi izləməsindən necə qorunaq? WhatsApp-a daha bir funksiya gəlir. Son olaraqsa yeni teleskop kainatın sirlərini aça bilər başlıqları ilə maraqlı məlumatlar dərc olunub. Beləliklə, qəzetimizin son səhifəsi hava haqqında məlumatla da yekunlaşır. Bizim isə sizə bugünlük çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçün qəzetimizi izləməyi unutmayın.